Edison lampanı icad eləyəndə yəqin ağlına belə gəlməzdi ki, illər sonra biz evin işıqlandırılması üçün çılçıraq seçimində bu qədər çətinlik çəkəcəyik. Bugün barkodda çılçıraqların keyfiyyətinə işıq salacağıq. Söz nəsil mənasında. Çılçıraqlar evin interyerini tamamlayan, həm funksional, həm də dekorativ əhəmiyyətə malik işıqlandırma elementləridir. Onlar sadəcə işıq vermək üçün deyil, həm də məkanın atmosferini formalaşdırmaq üçün seçilir. Evin işıqlandırılması təkcə estetik deyil, həm də enerji sərfiyyatı baxımından vacibdir. Çılçıraq seçərkən onun işıq gücünü, enerjiyə qənaət potensialını və istifadə etdiyi texnologiyanı da nəzərə almaq lazımdır. Keyfiyyətli çılçıraqlar ilk öncə materiallarından seçilir. Bu, əgər neoklassikadırsa və moderndirsə, bunlar bronzadan, xrustaldan, bir də öz ellərindən seçirlər. Bunlar hansı lampoçkadan istifadə olunur? Lampoçkalar bir neçə cürə var. LED istifadə olunur, halogen istifadə olunur. Son zamanlar LED olması daha yaxşıdır. Çünki bu həm işığa qənaətdir, həm gözə çox zərbə vermir və uzun ömürlüdür. Bunu da yaxşı şirkətlərdən alsaz, uzun ömürlü ola bilər. Material, dizayn və işıqlandırma texnologiyasına görə fərqlənən çılçıraqlar klassikdən modernə, minimalistdən lüks üsluba qədər geniş çeşiddə təqdim olunur. Doğru çılçıraq seçimi interyerin harmoniyasını qoruyaraq məkana xüsusi xarakter qazandırır. Fikirləşməlisən ki, hansı otaq üçün alırsan, otağın kvadratı necədir, aldığın, seçdiyin lüstr buna uyğundur, uyğundur. Ondan sonra seçim edirsən. İşıqlı olsun. Yəni oradakı lampoçka deyək də, o lampoçkalar çox olsun və bir də gözəllik olsun da, evə bir yaraşıq versin. Lüstr alanda çox vaxtı aboya uyğun və ya işığın rənginə elə işıqlar olur ki, insanların gözləri ağrıyır. Ona görə məncə uyumluluq məsələsi var da, yəni. Zahiri görünüşü, dizaynı, yəni firmaya da baxaram. Keyfiyyətli materiallardan hazırlanmış çılçıraqlar daha davamlı olur, təhlükəsizlik baxımından etibarlıdır və uzun müddət istifadə üçün idealdır. Son trendlə olan çılçıraqlar daha çox geometrik fiqurlarda əsasən hazırlanır çılçıraqlar və minimalist üslubunda olan çılçıraqlara daha çox üstünlük verilir. Tünd interyerlərdə biz daha çox açıq tonlu, yəni günəş işığı 4500-4400 Kelvin olan işıqlardan, LED işıqlardan istifadə edirik ki, daha da məkanımız işıqlansın. Daha açıq məkanlarda isə biraz Kelvin aşağı seçimlər edirik ki, çox da işıqlı olmasın. Çünki rəng tonları burada çox böyük rol oynayır. Doğru çılçıraq seçimi ilə həm estetik, həm də funksional mühit yaratmaq mümkündür. Bugün Barkod rubrikasında çılçıraqların keyfiyyətini araşdırmağa çalışdıq. Növbəti buraxılışlarda görüşmək ümidi ilə. Mübariz Zəki, Emin Tağıyev, Telesəhər.